Klassik ədəbiyyat oxumaq zaman itkisidir. Dili ağırdır, köhnə dillə yazılıb. Sıxıcıdır. Axı bir hekayə kitabı mənə nə öyrədə bilər ki? Deyə düşünə bilərik. Lakin klassik ədəbiyyat insanın arzularını, sevgisini, tamahını, qorxularını, həqiqətlərini açır. İnsanın şəxsiyyətini silkələyir. Benim şahsiyetim ne olacak? Klassik ədəbiyyat bizə həyatı öyrədir, düşündürərək və hiss etdirərək. Klassik əsərlər zaman keçdikcə yox olmurlar, əksinə illərlə, əsrlərlə təkrar oxunurlar, üzərində düşünürlər. Biz kimik? Dəyərlərimiz nələrdir? Nə üçün sevirik? Nədən qorxuruq? Nə üçün əzab çəkirik? Həyat nədir? İnsanlıq nədir? Bu əsərlər kimi sualları verdirməyə, özümüzə bu kimi sualları verdirməyə sövq edir. Klassik ədəbiyyatın dəyəri ondadır ki, bu əsərlər bizi düşünməklə bərabər hiss etməyə, empatiya qurmağa, sorğulamağa sövq edir. Həm də çox qəribədir, sanki illər, əsrlər əvvəl kimsə səninlə eyni duyğuları yaşayıb və onları qələmə alıb. Sanki ta o zamandan səni kimsə anlayıb. Məncə bu möcüzə kimi bir şeydir.